Listen to the passage and answer questions from 1 to 6. What's the passage mainly about? Burada mətnin nə haqqında olduğunu soruşur. Bizim mətnimiz ən sürətli sərnişin təyyarəsi haqqında olduğu üçün cavab the fastest passenger plane. Y variantı. Choose the correct statement according to the passage. Mətnə əsasən düzgün fikri müəyyənləşdirin. Düzgün fikrimiz D variantıdır. Avropadakı iki ölkə tərəfindən istehsal olunmuşdur. Fransa və İngiltərə. Hansı sualın mətnə əsasən cavabı yoxdur? Cavab D variantıdır. Harda istehsal olunduğu haqqında məlumat verilməyib. Mətnə əsasən cümləni tamamlayın. To demonstrate that it is still one of the strongest countries, France produced the plane olacaqdır cavabımız. Yəni Fransa hələ də ən güclü ölkələrdən biri olduğunu göstərmək üçün təyyarəni istehsal etmişdi. Yəni təyyarənin istehsalındakı Fransanın məqsədi bundan ibarət idi. Mətnə əsasən suala cavab verin. Why was the aircraft mainly used by the rich? Nəyə görə təyyarə əsasən varlılar tərəfindən istifadə olunurdu? Çünki biletlər çox baha idi. Mətnə əsasən project sözünü izah edən bir sifət yazmaq lazımdır. Burada cavabımız prestige idi. 7-dən 22-yə qədər olan suallara cavab verin. Düzgün cavabı göstərin. Cavabımız burada Y variantıdır. Temza çay adı olduğu üçün birinci tərəfdə mütləq artikel qoymaq lazımdır. D artiklı. İkinci tərəfdə longest sifətin üstünlük dərəcəsi olduğu üçün mütləq D artiklı ilə işlənir. Ölkələrin adında əgər United States, Republic, Emirates kimi sözlər olmadığı üçün biz burada artikel istifadə etməyəcəyik. İkinci tərəfdə isə yenə dənizin adı gəldiyi üçün biz artikel istifadə edəcəyik. Cavabımız Y variantı. Düzgün variantı seçin. Cavabımız burada B variantıdır. Birinci tərəfdə writer sözü sayıla bilən təkdə olan isim olduğu üçün burada mütləq E artiklı qeyd olunmalıdır. İkinci tərəfdə Great Britain yenə ölkə adı olduğu üçün heç bir artikel istifadə olunmur. Üçüncü tərəfdə isə States sözü olduğu üçün D artikel istifadə olunacaq. Cavab B variantı. Yəlik haldakı isimli cümləni seçin. Burada cavab B variantıdır. A variantında what is your? Əgər apostrof S-dən sonra əvəzlik gəlirsə bu yəlik hal ola bilməz. Collecting burada feildir, çünki digər bir feili görmürük cümlədə. James answered da burada feildir. İkinci bir feil olmadığı üçün yəlik hal hesab olunmur. Eyni şəkildə to be going to ifadəsi olduğu üçün yəlik hal hesab olunmur. Cavab B variantıdır. Tourist burada birinci tərəfdəki deyil, yəlik hal ikinci tərəfdəki hesab olunur. Burada to be fond of ifadəsidir və ikinci tərəfdə 1 saatlıq araşdırma sözünə görə B variantı düzgündür. Düzəltmə isimləri seçin. Firework mürəkkəb isimdir. Friendship düzəltmədir, ship şəkilçidir. Battleship mürəkkəbdir, burada ship gəmi mənasındadır. Beggar, beg sözündən yaranıb düzəltmə hesab olunur və building, build sözündən yaranıb düzəltmə hesab olunur. Cavab C variantı. Cəm isimləri seçin. A variantında drafts, damaş aşkı mənasını verir, sayılmayan isimdir, təkdə götürürük. B variantında linguistics, lingvistika, sayılmayan isimdir, təkdə götürülür. C variantında gymnastics, X var və gimnastika sayılmayan isimdir, eyni şəkildə economics. D variantında biz bilirik ki news sayılmayan isimdir. Y variantında isə bütün isimlər cəmdədir. Birinci tərəfdə a cup of coffee ifadəsi olmalıdır, çünki cup sayıla bilən təkdə olan isimdir. İkinci tərəfdə isə ifadəmiz in the morning olduğu üçün düzgün cavab B variantı. Yəlik halda olan isimli cümləni seçin. Birincidə sportsman flight düzgün hesab olunur. İkincidə Mr. Brown is coming in a day's time. İkinci tərəfdə yəlik hal var, bunu düz götürürük. Üçüncüdə it is interesting ifadəsi olduğu üçün səhvdir. 3 olan variantlarımızı atırıq. Dördüncüdə policeman düzgün şəkildə cəmlənmədiyi üçün atırıq. Cavabımız Y variantı. Düzgün cavabı seçin.
My brother is olmalıydı birinci tərəfdə, çünki samit səslə başlayır. İkinci tərəfdə isə an interesting job, çünki sait səslə başlayır. Cavabımız C variantı. Sayılmayan isimlər olan cərgəni seçin. A variantında park, C variantında answer, D variantında match sözü sayıla bilər, Y variantında win sözü sayıla bilər, ancaq B variantı freedom, history və darkness heç biri sayılmır. A few pairs of trousers. Burada düzgündür. A few sayıla bilən cəm isimlərlə işlənir və pairs cəmdə olduğu üçün biz biri düz götürürük. 2-də a little furniture shops. A little sayılmayan isimlərlə işlənir. Shops cəmdədir. Ona görə 2 səhvdir. 2 olan variantlarımızı atırıq. 3-də a few pairs of shoes. Yenə düzgün ifadədir. Biz 3-ü götürürük. 4-də isə a little sheets of paper. Sheets cəmdədir. A little isə sayılmayanla işləndiyi üçün 4-ü atırıq. Cavabımız A variantı. Minutes cəmdə olduğu üçün birinci tərəfdə much və a little təyin edicilərini işlədə bilmirik. İkinci tərəfdə yenə questions cəmdə olduğu üçün biz little işlədə bilmirik. Bu baxımdan A, C, D variantları səhvdir, B və Y variantları qalır. Üçüncü tərəfdə isə information sayılmayan isim olduğu üçün a few-nu işlədə bilmirik. Y variantı səhvdir, cavabımız B variantı. Yanlış variantı seçin. Veridən sonra artikelli ifadələr gəlmədiyi üçün cavabımız C variantı. Düzgün cümləni seçin. A variantında that təklik bildirir, children cəmdədir. B variantında these cəmlik bildirir, children isə düzgün şəkildə cəmlənməyib. C variantında this təklik bildirir, children cəmdədir. D variantında that təklik bildirir, children həm cəmdədir, həm də düzgün şəkildə cəmlənməyib. Cavabımız Y variantı. Düzgün variantı seçin. Birinci tərəfdə most sifətin üstünlük dərəcəsini deyil, əksər sözünü bildirdiyi üçün biz onun qarşısında artikel işlətməyəcəyik. İkinci tərəfdə isə Caucasus sıra dağlar olduğu üçün qarşısında mütləq artikel işlətməliyik. Bu baxımdan cavabımız B variantı. Sadə isimləri seçin. B variantında whiteboard mürəkkəbdir, C variantında servant düzəltmədir, D variantında student düzəltmədir, Y variantında actor düzəltmədir. Cavabımız A variantı. Mürəkkəb isimləri seçin. A variantında martyrdom mürəkkəb deyil, B variantında attraction, C variantında statement, Y variantında isə major mürəkkəb isimlər deyil. Cavabımız D variantı. Mətni oxuyun və suallara cavab verin. Mətn nə haqqındadır? Mətnimiz meditasiya monastırındakı vəhşi bir həyat haqqındadır. Yəni, mətni oxuduqda görürük ki, burada Taylanddakı pələnglərin tarixindən danışılmır. Bangkokda budistlərin gün ərzində nə etdiyindən danışılmır. Tay hökumətinin heyvanları qorumaq haqqındakı siyasətindən danışılmır. Və yaxud da təhlükələrdən və mənfəətlərdən danışılmır. Cavab B variantı. Mətnə əsasən hansı məlumat verilməmişdir? A variantı verilməyib, çünki orada il ərzində nə qədər turistin ziyarət etdiyi haqqında heç bir məlumat yoxdur. Mətnə əsasən sual cavablandırın. Nəyə görə monastır əvvəllər pələng məbədi kimi adlandırılırdı? Cavab A variantıdır. Çünki monklar burada pələnglərə baxırdılar, yəni onları saxlayırdılar. Yanlış fikri müəyyənləşdirin. Cavab burada C variantıdır. Çünki 2016-dan sonra dağıdılmır, 2016-dan sonra pələnglərin orada saxlanılması artıq dayandırılır. İki sözü dəyişdirərək cümləni tamamlayın. Biz burada recite sözünü live sözü ilə əvəzləyə bilərik. Məskunlaşmaq və yaşamaq. Və study sözünü learn sözü ilə əvəzləmək olar. Öyrənmək, təhsil almaq. Eyni şəkildə fərqli iki sözü də dəyişdirsəniz cavab düzgün hesab olunur. Paragraf 1-dən verilmiş açılışa ən uyğun olan ifadəni göstərin. İfadədə deyilir ki, bu bir təşkilatdır, hansı ki, ictimai məqsədlərə xidmət edir.
Biz bura institution sözünü qeyd edə bilərik. Və paragraf 1-dən beautiful sözünün sinonimini istəyir. Picture square sözünü yaza bilərik. Verilmiş fikri öz fikirlərinizlə əsaslandırıb 3 cümlə yazmaq tələb olunur. Do you think tourists should be allowed to interact closely with wild animals and why? Siz düşünürsünüz ki, turistlər vəhşi heyvanlarla yaxın şəkildə təmasda olmağa icazə verilməlidir və nə üçün? Buna 3 cümləlik öz fikrinizi əsaslandırıb yazmalısınız.